Herkese salam. Bugün sizə lık şəkilsinin amonimliyi barədə qısa və aydın izah verəcəyəm. Məhz bu şəkilçidən söhbət gedir. Azərbaycan dilində həm isim, həm sifət, həm də zərf bildirən sözlər yarada bilən iksir şəkilçilərdən biridir. Gəlin birlikdə nümunələrə baxaq. Məsələn, isim yaradaq. Gəlin isim mövqeyində işlədək. Məsələn, analıq və yaxud çəmənlik. Analıq sözün kök olacaq ana ismi. Ana ismindən analıq nə? Həm konkret, həm də mücərrəd isim yarandı. Çəmən ismindən çəmənlik ismi yarandı. İsim düzəldən leksik şəkilçi kimi istifadə elədik nümunədə. İndi isə gəlin sizlə sifət mövqeyində istifadə edək şəkilçimizi. Yazaq bura sifət. Sifət mövqeyində istifadə eləyək. Məsələn, illik. Məsələn, illik. İl sözündən yaranır. Lik şəkilsini artıraraq sifət düzəldirik. Nümunədə işlədək. İllik plan. Hansı plan? İllik plan. Yəni, sifət düzəldən leksik şəkilçi kimi istifadə etdik. Və yaxud ikinci nümunəni qeyd edək. Payızlıq. Payız ismindən payızlıq sifəti yaratdıq. Gəlin biraz bu nümunəni silək. Payız ismindən payızlıq sifəti yarada bildik. Payızlıq. İndi isə gəlin sizlə zərf düzəldən şəkilçi kimi baxaq. Lık şəkilçisinə zərf mövqeyində işlədək. Məsələn, həmişəlik. Nümunədə işlədək. Birinci kökümüzə baxaq. Sözümüzün kökü həmişə, həmişədən həmişəlik zərfi yarandı. Məsələn, deyirəm ki, o bizi həmişəlik tərk etdi. Həmişəlik sözü məhz burada zərf mövqeyində cümlədə işlənmiş olur. Və yaxud hələlik sözünü işlədək. Hələlik. Sözümüzün kökü hələ, hələdən isə hələlik. Hələlik o dərslərini yaxşı çalışacağına söz verdi. Burada isə hələlik sözü məhz zərf mövqeyində işlətdik. Ümumiyyətlə, deməli, lık şəkilsinin amonimliyi ondan ibarətdir ki, eyni şəkilçi müxtəlif sözlərdə müxtəlif məna və söz növü yarada bilir. Şəkilçini düzgün anlamaq üçün isə ilk növbədə sözün ümumi mənasına və kontekstə baxmaq vacib şərtlərdən biridir. Ümidvaram ki, şəkilçinin amonimliyi sizə tam şəkildə aydın oldu.